Nitqin formalaşmasında beyin və səs telləri ilə yanaşı artikulyasiya orqanlarının anatomik quruluşu da mühüm rol oynayır. Onlardan biri dilaltı qədəh adlanan toxuma büküşüdür. Tibbi adı frenulum adlanır. Dilaltı qədəh nədir? Dilaltı qədəh dilin alt səthini ağız dibinə birləşdirən nazik selikli büküşdür. Normalda o dilin sərbəst hərəkətinə imkan verir. Lakin dilaltı qədəh qısa və qalın olduqda bir sıra problemlər yaradır. Bu zaman dilin hərəkəti məhdudlaşır və nitq, qidalanma, diş-çənə inkişafı pozulur. Dil yuxarı damağa qalxa bilmir və nəticədə r, l, t, d kimi səslərin tələffüzündə problemlər yaranır. Bəzən kiçik anatomik fərqlər böyük nitq qüsurlarına gətirib çıxarır. Buna görə də ilkin loqopedik diaqnostika və erkən müdaxilə uşaq üçün çox önəmlidir.